Hər vaxtınız xeyir olsun dostlar, xoş gördük sizi kanalımda. Bu günləri Çempionlar Liqasının 3-cü mərhələsinin oyundayıq. Daha doğrusu oyundayıq. Atletik Bilbao Qarabağ oyunu var. Bir də Galatasaray Bodo Glimt. Oyunlar ikisi də bir-birinin üstə düşüb, ikisi də eyni vaxtda başlayır deyə. Oyunların ikisini də izləyəcəyik. Birinin televizordan, biri də kompüterdən. İki komandaya da uğurlar hazırlayaq. Qarabağa da, Galatasaray'a da. İnşallah Galatasaray qələbə qazanmalıdır. Yəni öz meydanında oynadığı üçün. Bodo Glimt də pis komanda deyil, yaxşı komandadır. Yaxşı kollektivi olan bir komandadır. Onlara qarşı biraz müdafiəyə oynayan, bağlı oynayan komandadır. Çox qaçan komandadır. Ona görə Galatasaray çətin olacaq. İnşallah qələbə qazanar Galatasaray. Qarabağdan da qələbə gözləyirik. Ən azından bir heç-heçə. İspaniyada Atletik Bilbao öz meydanında yaxşı oynayan kollektivlərdəndir. Qələbəsi yoxdur Çempionlar Liqasında bu sezon 2 oyun, 2 məğlubiyyət. Bodo Glimtin də məğlubiyyəti yoxdur, qələbəsi də yoxdur. 2 oyun, 2 bərabərlik. Ona görə də iki komandaya da uğurlar. Oyun başlayır. Keçək oyuna. Oyuna keçməmişdən qabaq olsa kanalıma abunə olub, videolarımı bəyənib, yorum yazıb, fikirlərinizi bildirməyi unutmayın. Keçək dostlar oyuna. Gol! 1-0. Qarabağ bir dənə vurdu. 1-0. Atletico 0, Qarabağ 1. Gol! Andrade! Gol! Andrade! Birinci dəqiqə tamam oldu be. Leandro Andrade. Abi oyun başlasın. Qəşəng Qarabağ. Qəşəng Qarabağ. Leandro Andrade. Yes. İndi girdi videoya, Birisi bu qəşəng orada səhv elədi, müdafiə səhv. Atletik Bilbao müdafiəsi, 2 müdafiəsi səhv elədi. Laportla kim idi bu? Andrade. 1-0 ya da 0-1. Osimhen. Arda gollar. Osimhen. 3-cü dəqiqə Galatasaray 1, Bodo Glimt 0. Dostlar bu arada dedim İlkay Gündoğan idmanda zədələnib, İlkay Gündoğan'ı çıxardıblar heyətdən. Deyirlərə görə bir aya yaxın olmayacaq, 3-4 həftə. Onun yerinə Yunus Akgündür bu günlər oyunda. Galatasaray 3-cü dəqiqədə Osimhen, Victor Osimhen'lə Qarabağın qoluna sevinirdi. Offside yoxdur deyəsən. Qoşa! Lemina'nın pası, Osimhen'in qolu. Victor, yaxşı vurmadı tam. Qarabağın qoluna sevinirdi. İndi bir dəqiqə bundan qabaq. İndi də Galatasarayın qoluna qəşəng başlamışıq. İki klub da yaxşı başlayıb. Qarabağda, Galatasarayda əla. İnşallah bu günləri qələbə. Bir 4 dənə Bodo Glimt'ə. Atletik Bilbao biraz güclü, söz yox. Bu sezon Çempionlar Liqasında qələbəsi yoxdur, amma yenə də Atletik Bilbao öz meydanında güclüdür. Heç olmasa bir dənə də vurun, bərabərliyə oynasın ən azından. Qarabağ rüyası davam eləsin Çempionlar Liqasında. Qəşəng. Qəşəng. Yunus. Qəşəng bax. Sane ortaladı. Osimhen. Qapısı qəşəng. Belə oynayın belə. Ay ya, biraz möhkəm vursaydı kafasıyla qol ya. Ala. Burada Qarabağ 1-0. La. Hissəsində meydanın özünə aid olan hissəsində kəsinlə topa ilə keçirir Galatasaray komandası Yunus Akgün. Sağ çıraqda Leroy Sané, ötürmə Sanéyə, baxır cəbəlin açısına. Leroy Sané, ötürmə qapıdan açısına, başla zərbə! Ay nə oldu bu? Ne oldu bu qapıcı ikinci? Ay ikinci topu çıxardır bu. Qırğın oyun gedir, qırğın oyun. İkisi də qırğın oyun gedir. Böyle
Vurun da birinci hissədə 2 dənə 3 dənə vurur. Bu atmosferdə oyun oynamırlar bu. Bodo Glimt bu atmosferdə oyun oynamır. Öz meydanında oyun oynadığı meydança hardasa 7.000-dir, 10.000-dir, nəsə belə bir şeydir. Rəqib meydanda da oynadığı oyunlarda söz yox. Var tam şeylər, azarkeşdə tamaşaçılar, fanatlar, amma beləsi deyil də, bu dərəcədə deyil. Bu atmosferdə oynamayıblar. Davinson Sanchez. Rəqib sonradan məşhurlaşır. Qaşan qapçı. Koxalski. Keçmədi. Qaşan Koxalski. Atletik Bilbao gəldi. Bu iki oyunlara bir dəfəli baxıram. Bir dənə gözüm burada, bir dənə gözüm burada. Məcburam. Bodo Glimt gəldi. Qaşan Davinson. Burada da Koxalski Qarabağın bir dəfə qapısı yaxşı çıxartdı. Atletico Madrid çox təhlükəli gəlir qoldan sonra. Galatasaray Bodo Glimt görüşündə. Burada da ki Ötürmə qapını açdı Jakobs'da. Yerindədir. Davinson. Ve götürmə Barış Alper. Sürətli və sürümlü Galatasaray futbolçularına. hələ bu oyun ne incidirsən oyunçu. Necə oyunçusan sən başın işləmir ha. Çox da yaxşı oynayan ötürməydi. Başı xarab oyunçudur, başı yoxdur da, beyni yoxdur bu oyunçuda. Bu oyunun bütün beyni yoxdur da. Qalıb sahne bir tərəfdə boş. At da pası, hara qaçırsan oyuncu. Qaşan səhv. Osimhen. Bax qabaqda pres budur. Bax Galatasarayın ən önəmli şey budur. Rəqib komandasının qapısında pres. Bax pres elədi, yenə də səhv. Osimhen qapısını da keçdi. Osimhen 2-0. 2-0. Bayaqdan burada Barış Alper orada səhv elədi, böyük səhv elədi. 3'e 2 gəldilər. Atmadı sağ tərəfdə, Sane boş idi. Atdı düz Osimhenin qabağını qaçırtdı, orada çata bilmədi. Prosta onlar arxada pas oynayanda səhv elədilər. Qapıçı səhv elədi. 2 oyunçu ilə presə gedirlər. Bax burada. Halaldır vallahi. Yunus çəkdi. Burada pası vermək istədi. Osimhenə verdi pası. Osimhen. Qaşan. Düzdür. Rəqib müdafiəçi Barış Alper'dən yaxşı ötürməkdə Osimhenə. 2-0. Birinci hissə qurtarmamış bir dənə də 3 olsun, bir dənə də Qarabağ vursa yaxşı olar. Qarabağ təhlükəli gəlir arada, amma Atletik Bilbao daha çox təhlükəli gəlir. 34-cü dəqiqədir iki oyunda da. Bilbao 200-dən zərbə. Çıxardım buna Qaşan. Qarabağ qazansa Qarabağ var. Sensasiya olacaq da, sensasiya. Təsəvvür elə Qarabağ qazandı. Bu dəqiqə 3 eləyən Paris Saint-Germain'dən Inter'dir. Qarabağ da qazansa onların arasında təhlükəli. Qaşan. Çarp. Heç şey yoxdur. Vura bilmədi. O necə səhv elədi ya. Bu ne epizodu qaçırtdılar bu Bodo Glimt. Bax hala burada penal, hakem de penal yoxdur zərbədə. Bodo Glimt 12 zərbə vurdu. Görə elə penal zad var. O bu necə səhv elədi. Bura bax, şalaya bax. Burada Davinsonu yenə göndərdilər bazara. Atdı necə çölə. Bax hələ penal görə var. Burada heç nə yoxdur. Heç nə yoxdur. Böyle səhvə baxır. Bir dənə epizod vermirlər, bir dənə qapıya zərbə vurmağa imkan vermirlər. İndi gəldi bir dənə səhv elədilər bax. Eləməyin də bunda. Verməyin topu Bodo Glimtə. Özünüz oynayın da. Verirlər topu Bodo'ya bax. Gol. Atletico Madrid bir dənə Atletik Bilbao vurdu 1-1. Böyle baxaq hala ofsayt yoxdur. Grizzetta. Ofsayt yoxdur ya. 40-cı dəqiqə Atletik Bilbao 1, Qarabağ 1. Müdafiə boş buraxmazlar ki, ofsayt, süni ofsayt yaratmaq istəyirdi deyəsən. Baxa bir dənə.
Yoxdur offside. Bu da pozur. Bu kim idi burada bu? Kim idi? Pozda offside. Bax hələ görə nə deyəcəm. İlk hissəni bitirir. Dostlar, Galatasaray Bodo Glimt oyununda ilk hissə bitdi. İlk hissə Galatasaray 2-0 üstünlüyü ilə bitdi. Yaxşı oyun oynadılar. Prosta sonlara yaxın biraz boşladılar. Yəni topu verdilər şeyə. Bodo Glimt biraz çox oynadı. Dirəkdən dönən top oldu Bodo Glimt'in. Ondan sonra Osimhen'in Sané'nin dün də Sané keçən oyunda daha yaxşı oynamışdı. Keçən oyun 2 qolla qələbə qazandırdı Başakşehir oyununda. Bu günlərdə qəşəng bir dənə pas verdi Osimhen'ə. Osimhen dəqiq zərbə vura bilmədi. Qarabağın oyunu gedir, bir dəqiq qalıb burada da oyunu bitməyinə. Ən çox Osimhen 2 qol vurdu. Osimhen məlum məsələdir, yaxşı oynadı, qolunu atdı. İkinci qolu müdafiənin səhvindən Osimhen atdı. Amma ən çox xoşuma gələn günləri Lemina. Lemina günləri daş kimi müdafiədə də oynadı, öz mövqeyində də oynadı. Sağ yarım müdafiə, sol yarım müdafiəyə də kömək elədi. Günləri birinci hissəni çox yaxşı oynadı, xoşum gəldi. Lemina'nın oynamayından. Abdülkerim Bardaqçı biraz sonlara yaxın biraz səhv elədi. Onun oyununu çox da bəyənmirəm. Yaxşı müdafiəçi, amma ləngici çox ağırdı. Davinson həmişə ki müdafiədə Torreira birinci hissəni Galatasaray yaxşı oynadı. Ən çox da Lemina'nı bəyəndim. Lemina həqiqətən birinci hissəndə yaxşı oynadı. Qarabağın oyunda da 1-1-dir. Atletik Madrid məlum məsələ ki öz meydanında yaxşı oynayır. 1-1 də bu 1-1 də olduğu hesab. Burada da birinci hissə qutardı. Qarabağda yaxşı oynadı. Şansları oldu. Burası dəyərləndirənmədi. Atletico güclüdür də. İnşallah Qarabağ məğlub olmaz. Qələbə qazansa lap əla olar. Bərabərlik də super olar. İkinci hissədə görüşərik dostlar. Barış. Ona bir qədər şəf tərpənməliydi, amma tərpənmədi. Barış'ı çıxartdın da. Barış'ı çıxart. Vallahi Barış bugün yoxdur. O oyun oynamır bir nə pasını verə bilir, nə ataklara. Top yanından keçir, topa baxır. Çıxart Barış'ı. İkinci hissə neçədir? 55-ci dəqiqəyə gedir də ki, çıxart Saran sal onun yerinə, Yunus'u ver Barış'ın yerinə. Saran da Yunus'un yerində. Oynaya bilmir də, bu oyun oynaya bilmir. Yoxdur, kömək eləmir şeyə də. Jakobsa da kömək eləmir. Tünələ qarşı Lucas Torreira kəsib oxudu oyunu. Amma Yunus. Qaşa Osimhen. Osimhen. Victor Osimhen. Osimhen ötürmə. Yunus. Yunus'tan ötürmə Leroy Sané. Niyə bu qədər? Niyə bu qədər rəngli axonlar? Niyə bu qədər? Bu necə bu epizodu bir şey elə bilmirsən? Vur da Osimhen də, vur da bu üçüncü qolu vur da. Ay bula, o elə şey eləyərlər ha. Yunus'a baxır, Yunus vur da. Keçib dəliyə döndər. Ay, bura baxırsan, Osimhen'ə baxırsan, Osimhen belə də vurar ha. Vur da Osimhen də, Yunus. Ay sən zibilə qalsan, hamı gəldi müdafiə verdi Sané orada pası. Orada necə vursun? 20 nəfər var orada. Osimhen vur özündə. Güvənmirsən sən, hücumçusan, vur bunu qapıya da. Zibilə qalarsan sənə. Üçüncü qolu necə vura bilmədi? Vurun bu üçüncü qolu vur. Ne bu Bodo Glimt biraz şey komandadır. Bunlar Galatasaray 70'den sonra biraz düşəcək. Bunlar oynayırlar. İt kimi şeydirlər bu Bodo Glimt. 90 dəqiqə dayanmırlar bunlar. Vur 3-0 ondan sonra bıraxanda heç olmasa birinin ikisini bırax ki 3-2 qal ut da. Qaşa, heç də yoxdur. Gol! Yunus! Yunus! Qaşan Yunus. Osimhen yenə də müdafiədə səhv elədi Bodo Glimt. Osimhen aldı topu. Yunus birinci vura bilmədi Yunus. Birincinin atdığı yerindən qapdı çıxartdı. İkinci də vurdu. 3-0. Vurun da bunu Bodo Glimt'e vurun. Ne 3 tane 4 tane. Çünkü bu 70'den sonra Galatasaray biraz düşəcək. Bodo Glimt'den eyni deyirlər. Bodo Glimt oynuyor. 90 dəqiqə oynayır Bodo Glimt. Qaşan. Bu. 3-0. Avarajsın da yaxşıdır çox gol vurmaq. Nə qədər çox vursan o qədər yaxşıdır. Bax dünənki oyunlara bax 7, 6, 5, 4.
Bütün oyunlar öyle oldu. Bir tane Pafos'la Kayrat'ın oyunda gol olmuş 0-0. Qaşan. Qarabağdakı hələ 1-1'dir. Qarabağ çıxa bilmir. Hücuma çıxa bilmir ikinci hissəni bax. Şimdi müdafiədə oynayır Qarabağ. Yəni müdafiə olunur. Çünki Atletik Bilbao ikinci golü da vurmaq istəyir. Yəni belə müdafiə çox olsa vura da bilər. İnşallah kontrada tutar bu Qarabağ bir dənə vurar 2-1, 3-2 nə bilim qazanar inşallah. Osimhen vur vur. Oyda. Bu fürsətləri dəyərləndirin də, vurun da bu 4-cü qolu vur da. Osimhen təkbətək necə vuramadın sən Osimhen? Kəsit bu 4-cü qolu da. Vur hat-trick elə də, vur hat-trick elə də. Oy böyle gola bak ha. Ulan. Siz bile qalasın sana. Dedim axır vuracaqlar da. Çünki Qarabağ çox müdafiədə oynadı. Yəni məcbur idi. Çünki Atletik Madrid tək gol oynayırdı. Qarabağ çıxa bilmirdi. Gəlirdi, elə itirirlər, mərkəzdən çıxa bilmirdi. Bir-iki dəfə çıxdılar, onda təhlükə yaradamadılar. Atletico Madrid vurdu 2-1. 1-0'dan 2-1. Goldakı çox qəşəng gol vurdu. Qapıçının ən böyük xəttinin çölündən. Burada da Bodo qəşəng müdafiə. Yaman gol vurdu. 2-1. Penal. Penal yoxdur. Penal yoxdur ya. Penal yoxdur ya. Nə belə baxaq ala görsə də epizod yalan. Qarabağın penaltı, Qarabağ penaltı gözləyir. Görə elə penaltı var yoxsa. Osimhen çıxdı, Icardi girir. Baxaq ala. Görsət də başqa bir epizodu görsətdim. Burada məncə vardı. Məncə penaltı bu. Vermədi ya. Məncə penal vardı yaxı burada. Ay səni. Ay, oynayayım da. Ay bля, zibilə qalasınız siz ya. 3-1. Bırak. Bak dedim bak dedim 70'ten sonra Bodo Glimt oynayacaq. Yatacaqsınız arxaya, Bodo Glimt oynayacaq, o da gol vurma. Əlbəttə düşdüyü imkanı gol vurmaq lazımdır. Digər üçüsü olsa heç şey eləmə. Bravo. Ay bля. Bravo sənə. Çənd bala. Hep qalasın sən də. 3-1 necə bıraxmayın da. Bax indi bax olacaq 3-3 olacaq baxarsan sən. Bax belə oyunun 3-3 olacaq. Əlbəttə şanslar düşdü vur da Osimhen 2 dənəsini sən vura bilmədin Osimhen. Verdi qaşığı. Ay bula. Boş gedən topu qapıdan çıxartdı Atletico oyuncusu. Öyle. Kaşuk, Kaşan atmıştı Kaşuk. Bula. Abi eleme de sağ. Valla vursaydı bu arada. Kaşan Qarabağ, Kaşan oynayın ala. Son dəqiqələrdə bir daha vuracaq 2-2. Bərabərlik demişəm mən bu oyunu.
İlerleyir. Ötürmə Mauro Icardi. Zərbəsi alınmadı. Szoboszlai. Ve bunlar gollar ya. Bir anda burada 3-1. Zərbə endirə bilmir. Atletik Bilbao 3, Qarabağ 1. Berkan'dı. Yeniçin değişen. Berkan Kutlu oynanasınız. Bak, bu arada oynayabildiler. Galatasaray'a geldiği günden o forma Sané. Leroy. Ve bu da Michael Oliver'in Bitti. Dostlar, oyun bitti. Galatasaray 3-1 kazandı Bodo Glimt karşısında. İkinci hissənin sonlarına yaxın bir top bıraktı. Heç nədən 3-0, 4-0, 5-0 ola bilərdi. Osimhen 2 dənəsini vura bilmədi. Barış Alper yaxşı oynamadı. Slavia seferinden Xavla dönen Mutrovic Qarabağın oyunu da bitti. Qarabağda 3-1 məğlub oldu. növbəti qələbəsini qazanır. Bu qədər gücü çatdı. Çünki Atletico Madrid öz meydanında çox güclüdür. Ona görə də ki 1-0-dan gəldi 3-1 Qarabağ qazandı. 1-1-dən sonra 2 dənə gol vurdu Atletik Bilbao. İkisi də çox qəşəng qollardı. Növbətli partlaşlarda Qapıçının yanında verəcək bir şey yoxdur. Bəlkə üçüncü qola bəlkə bir şey eləyə bilərdi, çıxarda bilərdi, amma çox yaxşı qollar vurdu. Öyle Qarabağda yəni oynadığı oyuna görə təbrik eləmək lazımdır. Pis oyun oynamadı, amma alınmadı. İlk məğlubiyyətini aldı Çempionlar Liqasında. Qalatasarayda ikinci məğlubiyyətin 6 xal Qarabağda oldu. 6 xal da Qalatasarayda. Təbrik edir Qalatasarayı. Yaxşı oynadı, amma artıq əlavə vura bilərdi. Qollar vura bilərdi. 4-5 də ola bilərdi. Belə də oldu, amma 4-5 olmağı avaraj üçün yaxşı idi. Qol avarajı üçün yaxşı idi Çempionlar Liqasında. Ona görə belə oldu. Bir komanda qələbə qazandı, biri məğlub oldu. Heç olmaz. İnşallah başqa oyunlarda Qarabağ daha da yaxşı oynayar. Elə Qalatasarayda. Videomuzu burada bitirək dostlar. Maraqlı oyun oldu, amma Qarabağın uzmanı insanı biraz şey eləyir. Baxma, öz ölkəmizin klubudur. Bu dəfə alınmadı. Bir yekunlaşdıraq dostlar. İnşallah başqa təbii videolarda görüşərik. Bitirməmişdən qabaq videolarımı bəyənirsə, çəkdiyim videoları bəyənirsə, əgər yorum yazın, şərh bildirin, takip edin kanalımı, kanalım böyüsün, fikirlərinizi bildirin. Mənə də maraqlı olur fikirləriniz. Bu qədər. Sağ olun dostlar, görüşərik inşallah.